Uşaqlar salam. Üçüncü testlə davam edirik. Deməli, bir şəkildə eyni fiqurun iki fərqli tərəfdən görünüşü verilmişdir. E, Görünüşü verilmişdir. Bu fiqurun tərkibində neçə ədəd kiçik kub var? Deməli, uşaqlar fiquru iki istiqamətdə bölüb, biz buna rahat yolunu necə taparıq? Sırayla baxaq. Yəni bu sırada, bax bu sırada 1, 2, 3, 4, 5. Bu sıra yenə onun yanındakı 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Belə saya gedirəm. Hələ ki buradan baxıram. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Yəni bunların hamısı bütövdür. Bir sırada da sütun üzrə 5'dir. Düzdürmü? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deyirəm ki 11 vur 5. Yəqin ki burada 55 kub olar. Fiquru çevirəndə görürəm ki, burada boşluq var imiş. Bax, bu yaşılın altında neçə boşluq var imiş uşaqlar? 1, 2, 3, 4, 5, 6. 55-dən də çıxıram 6. 49. Все. İndi keçək içərini hesablayaq. Bu 49, 50, 51, 52, 53. Bir de bunun altında var axı. 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64. Bir de bunun aşağısındakini hesaplamadım. 65. Ya da ki saymaqla gedək. Deməli, bu yaşıllar neçədən oldu? 1, 2, 3. Bir de bunun altında bu sırada 4, 4. Biri de bu. 9. Deməli, tək olanlar 1, 2, 3, 4, 5, 6, 7. 9 da gəl 7 bizə verdi. 9 da gəl 7, 16. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. Düz dedik. Bu da 16. 49 və 16-nı da toplasaq 65. Sizə necə saymaq rahatdırsa o şəkildə hesablayın. Ədədin sağına 6 yazıb, alınan ədəd ilə ilkin ədədi toplasaq cəm 5209 olar. Deməli, mənim ilkin ədədim A, B, C-dir. 3 rəqəmli. Niyə? Çünki bunun sağına 6 yazdıqda belə olur da. A, B, C, 6. 4 rəqəmli olur ki, axı 4 rəqəmli olsa sağına rəqəm yazsan 5 rəqəmli olur. 4 ilə 5, 4 rəqəmli 5 rəqəminin cəmi 5 4 rəqəm ola bilməz axı. İndi alt-alta yazaq. ABC 6-nın üzərinə ABC gəlmişəm və 5209 alınıb. 6-nın üzərinə nə əlavə etsəm 9 olar? 3. Başqa rəhlə göstərim. Aha, C3. C3-dürsə 3-ün üzərinə nə əlavə etsəm 7 0 olar. Deməli 7. 3-ün isə 7, 10, 0 yazdım. 1 yadda. 7-nin üzərinə nə əlavə etsəm 2 olar. Bu 2 deyil. 12'dir. 1 də yaddan gəlib. Deməli, bura 4'dür. Niyə? 7 üstə gəl 4, 11. 1 də yadda 12. 2 yazdım. Bir yadda ad oldu 4. İlkin ədəd. İlkin ədədim ABC-dir. Yəni 473. Onun da rəqəmlər cəmi bizə verəcək C variantı. Üçüncü test. 3 müxtəlif natural ədədin cəmi 112'dir. Birinci ədəd ikincidən 2 dəfə kiçik. Üçüncü ədəd isə birincisindən 4 dəfə böyükdür. Okey. Birinci, ikinci, üçüncü ədəd. Cəmi 112'dir. Birinci ədəd ikincidən 2 dəfə kiçikdirsə, deməli ikinci ədəd birincidən 2 dəfə böyükdür. Birinci ikincidən 2 dəfə kiçikdirsə, ikinci birincidən 2 dəfə böyükdür. Üçüncü ədəd isə birincidən 4 dəfə böyükdür. Yəni 4x-dir və bunların cəmi 112'dir. Tənliyi həll edək. X-larımızın sayı neçə olur uşaqlar? 7x bərabər 112. 112'ni bölsək 112'ni bölsək 7'yə 16 x bərabərdir. 16 ən kiçiyi neçədir? Üçüncü testimizdə düzgün cavab B variantı. Bir dəqiqə. Daha sonra dördüncü testi keçək. Sual əvəzinə uyğun olan variantı seçin. 19, 82. Deməli, 1 və 9-un rəqəmlər cəmi 10. 8 və 2-nin rəqəmlər cəmi 10. 37-nin rəqəmlər cəmi 10. 46-nın rəqəmlər cəmi 10. 91-in rəqəmlər cəmi 10. Deməli, rəqəmlər cəmi 10 olmalıdır. Bu da
C variantında uyğundur. Beşinci testə baxaq, maraqlı testdir. Deyir ki, bu ədədləri bir-birinə kiçik formada ardıcıl yazsaq, 11 rəqəmi bir x ədəd almış olaraq, x-in mümkün ən böyük qiymətinin son rəqəmi. X-in ən böyük olmaq üçün ilk rəqəm ən böyük olmalıdır. İlk rəqəm 3, 4, 7, 6, 8. İlk rəqəm 8 olmalıdır. 8-i yazdıq. Sonra 3, 4, 7, 6. Ən böyük burada 7-dir. Düzdürmü? Yazdıq 70. Daha sonra 3, 4, 6. Ən böyük rəqəm 6-dır. Yazdıq. 3, 4. Ən böyük rəqəm 4-dür. Düzdür 42 və sonra da yazıq 309. Deməli, son rəqəmimiz neçə oldu? 9 B variantı. Yenə ardıcıllıq. Məncə artıq ardıcıllığı çox qəşəng bilməliyik. Deməli, üçüncü testdə yenə də ardıcıllıq qarşımıza çıxdı. Qaydanı bilməliydik. Birincidə 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Deməli, neçə artır? 3, 3. 40-cı fiqurda neçə kibrit çöpü var? Birinci fiqurun üzərinə 40-cı fiqura kimi neçə ara var? 30 ara. 39. 39 vur 3. Niyə 3? Çünki 3 3 artır. 8 üstə gəl 3, 11 üstə gəl 3. Daha geniş izah vermirəm. Çünki test 1-də, test 2-də artıq çox geniş izah vermişdim bu testlərə. 39-u vurduq 3'ə. Deməli, 39 vur 3 bizə verir 117. Üzərinə də 8 gəlirik. Düzgün cavabımız 6-cı testdə olur 125. Deməli, yenə burada limonlar aşağıdakı müəyyən ardıcıllıqla düzülür. Burada 4'ü var. 1, 2, 3, 4, 5, 6, 7, 8'i var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, yenə də 4, 4 artır 45-ci addımda birinci fiqurun üzərinə 45-ci addıma gedənə kimi 44 ara var. Hər arada 4'dür. Düzdür? Nə edirik? 44'ü vururuq 4'ə, üzərinə də 4 əlavə edirik. Cavabımız olur 180, yəni D variantı. Yenə deyirəm, bunların əksini də verə bilər. Məsələn, 180'i verib geriyə soruşardı. Artıq orada tənlik qurmalıydınız. O da çox rahatdır. Sonra 8'ə baxaq. Gülay ardıcıl olaraq 1-dən 170'ə qədər olan natural ədədləri yazdı. 3 rəqəmini neçə dəfə istifadə etdi. Biz bilirik ki, 1-dən 99'a kimi istənilən rəqəm, yəni 0-dan başqa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hər bir rəqəm 20 dəfə işlənir. Hansılardır? 3, 13, 23, 30, 31, 32, 33'də 2 dənə 3 var. Rəqəm sayı soruşursa hər ikisini sayırıq. 34, 35, 36, 37, 38, 39, 43, 53, 63, 73, 83, 93. Oradakı bütün üçlər saysaq 20 dəfədir. Daha sonra normalda 100'dən 199'a kimi də 20 dəfə işlənməli idi. Düzdürmü yenə? Amma 170'ə qədər deyirsə, elə bil 170'dən o yana 173, 183, bir də 193. Bunlar bizə lazım deyil. Yəni əslində 40 olmalı idi. Biz 40'dan hansılar çıxırıq? 173, 183, 193. Bu üçünü çıxırıq. 8-ci testimizin cavabı olur A variantı. Ya da yenə deyirəm, bir-bir yazıb da hesablaya bilərdiniz, amma imtahanda vaxtımız gedəcək. Kub testlərinin izahı pozan üzərində uşaqlar daha yaxşı başa düşür. Kubun 6 üzü var. 1, 2, 3, 4, 5, 6. Tutaq ki, bu 4 hissəni birləşdirsəm, deməli, bu fiqurun bir hissə sağdadır, bir hissə soldadır. Düzdür? Bu fiqur üzərində, bu kənar üzrə. Çünki biz kubları belə öyrənmişik axı, 4'ü belə, 4 üz belə olsun, belə daha rahat görürük. Bir üzü yuxarıda, bir üzü aşağıda, məsəl üçün. Belə daha rahat olur. Bu üz üzərində, tutaq ki, burada bir dənə üz yığaq. Deməli, bu ağdırsa, bunu qatlayıb gətirsək, digər ağ düşəcək bu A hissə, bura düşəcək.
İndi digər hissələr necə olacaq? Bu hissələr isə əgər bu fiquru bu şəkildə çevirib gətirib otursaq, bunlardan biri düşəcək bura, biri düşəcək bura. Yəni burada yenə deyirəm, kub üzərində də izah, pozan üzərində də izah eləmək olur. Təxmini bir gözünüzdə görün bir ya canlandıra bilirsinizmi? Yəni A onsuz da səhvdir. A səhvdir. C də ona görə səhvdir ki, axı X və bu qarşı üz olur. Qarşı üzlər qonşu üz kimi görsənə bilməz. Ona görə. Daha sonra, indi baxaq. Əgər bu fiqurun üzərinə, əgər bu fiqurun üzərinə, bir də bizim testlərdə bir dənə üsulumuz vardı. Bilirik ki, biz bu yuxarıdakı hissəni fırlaya bilərik. Düzün, bu 33-ü aşağıya doğru salsaq və bir 33 belə görsənəcək. Elə D variantına baxın, 100-ün üzərinə 33 düşəndə sağda bu hissə görsənir. Bu da doğrudur. Yenə deyirəm, canlandırmada çətinlik çəkirsinizsə pozandan istifadə edin. 10-cu testə baxaq. K eləyən bir-birinə fərqli rəqəmlərdir. Ən çox neçə ola bilər? Diqqətli olun uşaqlar. Bizdən ən çoxu istəyir. Deməli, axırı 5 ilə bitirsə, M üstə gəl L, üstə gəl K 5-dirsə, burada da deməli, bunların cəmi 5 ola bilməzdi də. 5, 5, 55 yazardı. Deməli, bunların cəmi 15-dir. Niyə? 5 yazıb bir yadda, yenə 15 bir yazıb 16. Deməli, hasilin ən çox olmaq üçün mən bilirəm ki, məsələn, buna 1 versəm, buna 2 versəm, rəqəm deyir axı, bura 12. Bu ola bilmir. Məsələn, bura 2 versəydim, bura 3 versəydim, bura 10, bu da rəqəm deyil. 3 versəm, 4, 3, 4, 7, 8 gərək ola. Sonra, amma bizdən ən çox istəyir. 4 versək, bura 5 versək, bura 6 versək. Yəni, bu şəkildə davam edirik. İndi ola biləcək versiyalara baxaq. Məsələn, 15-dən 9 çıxsaq 6. Məsələn, 9 versəydim bura, 6 olan nə yaza bilərik? 2 və 4 verə bilərdik. Tutaq ki, düşünürük ki, ən böyük hasili falan alaq. İndi bir-bir cavabları yoxlasaq, məsələn, 3 vur 4, 7, 15. Ən çox neçə olar? 15. Burada 4 üstə gəl 6, 10, 15. 2 üstə gəl 4, 6. 6 üstə gəl 9, 15. 3 vur 4, 12, 12 vur 8, 96. 4 vur 5, 30, 30 vur 6, 20, 20 vur 6, 120. 2 vur 4, 8, 8 vur 9, 72. Məsələn, 1, 5, 9 yazsaq, 45 dayda azalır. Deməli, hasilin ən çox olmaq üçün bunlar bir-birinə nə qədər yaxın olsa, o qədər hasil böyük olacaq, düzgün cavab olacaq C variantı. 11-ci testə baxaq. Tərəzi tarazlıq vəziyyətindədir və romblarının hər biri eyni kütləyə malikdir. Aha, romba bir x yazaq da onda. Düzdürmü? Bunlara da x yazsaq. Tənlik qurarıq. Nə çətindir ki? 5, 5, 5, 15 üstə gəl 9, 24 üstə gəl x bərabərdir. 3 üstə gəl 1, 2, 3, 4, 5, 6, 7 x-a. Düzdürmü? Tənlikdə qura bilərik. Tənlikdə qura bilərik. 15. Başqa nə üsuldan istifadə eləyə bilərik? Ən rahatı tənlikdir. X-lar bir tərəfə 7x-dan 1x çıxaram 6x, 24-dən 3 çıxaram 21. Yəni 6x bərabərdir 21, 21 də 6-ya bölərik 3,5. Məncə elə ən rahatı tənlikdir. C variantı. Və 12 də çox maraqlı testdir. Aşağıdakı fiqur təpələri nömrələnmiş 3 altı bucaqdan ibarətdir. Nömrələrin bəziləri görünmür. Məlumdur ki, hər altı bucaqsının ətrafında olan 6 nömrənin cəmi 25-ə bərabərdir. Hər bir rəqəmin natural ədədi sual işarəsinin əvəzinə ən çox. Deməli, burada ən çox olmağı üçün bunun kənarlarına mən ən az verməliyəm. Düzdürmü? Bunların da ən az alınmağı üçün bu dairədə buna ən çoxu verməliyəm. Ən böyük bir rəqəmlə də 9-dur. Niyə? Mən ora 9 versəm,
Bunları daha cəmləri daha kiçik ədəd olacaq. 9 da gəl 1 10, 15, 15-in üstə 2 17. Yəni tutaq ki, bura A, bura B yazdım. Deməli A və B-nin cəmi o zaman 25 çıxı 17 8 olacaq. Yəni fərqi yoxdur. 2 6-dır, 5 3-dür. Nəsə cəmi 8-dir. Burada C və D versək 1 7 8 10 15 25-dən 15 çıxsaq, deməli C ilə D-nin cəmi 10-dur. Biz artıq bunları bildik. Düzdürmü? Bu ikisinin cəmi 8-dir, bu 10-dur. 18, burada 4 var. 22, 22-nin üzərində cəm 25 olmaq üçün 25 çıx 22, 3 gəlməliyik. Bu testdə əsas həll edici hissə buradır. Siz bilməlisiniz ki, buranın ən çox olmağı üçün, mən burada bu hissələri kiçik götürməliyəm. Bu hissənin kiçik olmaq üçün də mən bura ən böyük rəqəmi yazmalıyam. Bu da bizim oldu. 12-ci testimiz A variantı. Test 3-ün izahı da yekunlaşdı. İndi YouTube-a yüklüyüm, keçirəm test 4-ə. Uğurlar uşaqlar. Növbəti izahlarda görüşərik inşallah.